Salam hörmətli müəllimlər, bir daha hər birinizi xoş gördük. Bildiyiniz kimi bu gün 30 may tarixində ARTİ tərəfindən sertifikasiya tipli sınaq imtahanı təşkil olunmuşdu və az öncə mənim izahımda coğrafiyanın metodika üzrə olan testlərinin izahı verilmişdi və biz bunu YouTube kanalımızda paylaşdıq. İzləyənlər də oldu, amma bilməyənlər üçün mən yenə elan elədim ki, digər ixtisasların da metodika üzrə olan sınaqlarını, suallarını izah edəcəm. İndi isə hal-hazırki videomuzda biz kimya müəllimlərinə düşmüş metodika suallarına baxırıq. 51-ci sualdan başlayaq. Summativ qiymətləndirməyə aid olanı müəyyənləşdirin. Şagirdin yarım illik qiymətinə təsir edir. Bəli, elə cavabımız budur, A bəndidir. Bizim paylaşdığımız sınaqlarda da dəfələrlə belə tipli suallar görmüsünüz. Əgər burada formativ və yaxud diaqnostik qiymətləndirmədən söhbət getsəydi, bu variantı səhv götürərdik. Çünki onlar formativlə diaqnostik yekun qiymətlərə təsir eləmir. Amma summativ qiymətləndirmə yarım illik qiymətə əlbəttə ki, təsir edir. Ona görə düzgün cavab A bəndidir. B səhvdir. Şagirdin gündəlik idraki fəaliyyətini müşahidə edən. Gündəlik olaraq müşahidə edirsə, bunu formativ eləyə bilər, summativ deyil. Şagirdlərin təlim inkişafını izləməyə xidmət edir. Yenə də inkişafı izləyirsə, deməli tez-tez aparır. Bu summativ ola bilməz. İllik qiymətləndirməyə təsir etmir deyir. Baxın, A bəndində edir deyə düz götürürük. D bəndində etmir dediyinə görə səhv. Və Y bəndi qiymətləndirmə meyarları mövzuya və dərs ərzində edilən tapşırıqlara əsasən hazırlanır. Təbii ki, burada ümumiyyətlə ifadənin özü səhvdir. Meyarlar standartlara görə və yaxud təlim nəticəsinə görə hazırlanır. Yəni biz dövlətin qoyduğu məzmun standartlarından təlim məqsədləri çıxarırıq və təlim məqsədlərinə görə də meyarlar hazırlanır. Və Y bəndi ümumiyyətlə səhv ifadədir. Düzgün cavab A bəndi. Növbəti sualımız, müəllim şagird dərsdə söhbət etdiyinə görə ona bütün sinfin qarşısında irad bildirir. Bu davranış müəllimdə hansı bacarığın zəifliyindən xəbər verir? A bəndinin bura bir aidiyyatı yoxdur. Çünki yaş xüsusiyyətlərindən söhbət getmir ki, şagird söhbət etdiyinə görə bütün sinfin qarşısında danlanıb, irad alıb. B bəndi intizam pozuntularına qarşı sərt reaksiya göstərmə bacarığı. Diqqətsiz olan müəllimlər burada B bəndi götürüblər, çünki düşünüblər ki, şagird qayda pozub, müəllim də sərt reaksiya verib. Amma belə bir bacarıq yoxdur. Bunu düzgün deyil bu. B bəndinə baxın. İntizam pozuntularına qarşı sərt reaksiya göstərmə bacarığı. Belə bacarıq yoxdur. Varsa da müəllimlərdə olmamalıdır. Bunun əksi lazımdır bizə. Yəni C bəndində olan sinif daxili kommunikasiya və pozitiv intizam qoruma bacarığında zəiflik var. Bəli. Çünki hər kəsin qarşısında irad bildirməkdənsə, mən pozitiv şəkildə intizamı qorumaq üsullarından istifadə edə bilərdim. D bəndi də səhvdir. Şagirdlərə qarşı obyektiv qiymətləndirmə meyarlarının tətbiq etmə bacarığının burada bir önəmi yoxdur. Yəni deyirik, məsələ nədir? Qayda pozan şagird. Y bəndi texnologiyanın da bura aidiyyatı yoxdur. Texnologiyadan istifadə edib etməməyim haqqında burada heç bir dəlil, sübut yoxdur. 53-cü sual. Şagird hər gün dərsə gecikir. Müəllim də hər dəfə onun gecikmə səbəbini soruşur. Nəticədə hər gün tədris prosesi bölünür. Bu hal sinfin idarə edilməsində hansı yanlışlığa yol verdiyindən xəbər verir. Müəllimlər, dəfələrlə sizinlə paylaşdığımız sınavda belə məqamlara toxunmuşuq. Əgər şagird dərsə gecikirsə, özdə bu hər gün baş verirsə, deməli müəllim qaydalar və yaxud prosedurlar qoymuyor. Bunların hər ikisi əvvəlcədən tərtib olunsaydı, hər gün belə vaxt itkisi yaşanmazdı. A bəndi deyir ki, şagirdlərin ciddi davranış problemləri var. Demək olmaz da bunu. Baxı, əsassız fikirdir. Yəni, hər gün dərsə gecikirsə bir səbəbi var. Bu davranış pozuntusu demək deyil. Məhz bu qaydanın pozulmasından söhbət gedir. B bəndi, bəli, bizim cavabımızda. İdarə etmədə qayda və prosedurlardan istifadə olunmur. Prosedur olsaydı gecikməklə bağlı. Şagird elə keçib yerində əyləşib dərsə qoşulardı. C bəndi isə müəllim valideyn münasibəti düzgün qurulmayıb. Hardan bilirik? Axı şagirdin dərsə gecikməsi bunu göstərmir. Sinifdə bullyingin olması belə bir yoxdur da. Yəni burada bir dəlil yoxdur ki, mən sizə göstərim ki, bullying var. Yoxdur. Y bəndi müəllim şagird münasibətləri düzgün qurulmamışdır. Bu da əsassız bir fikirdir. Ən güclü olan variantı götürməliyik. O qala-qala digər variantları götürmək olmur. 54-ə baxırıq. Görək bu necə bir sualdır.
Bəli, bu sualda maraqlı sualdır, inteqrasiya tipli sual. Bu sınavda ümumiyyətlə inteqrasiya sualları daha çox səhv yazıldı. Deyir ki, belə bir tapşırıq təsəvvür eləməlisiniz. Siz ekoloji problemləri araşdıran qrupun üzvüsüz. Siz müəyyən bir ərazinin içməli suyunun dadı, iyi və tərkibi ilə bağlı şikayətlər əldə eləmisiniz. Sizin öhdəliyiniz 3 fərqli su mənbəyindən nümunələr götürüb, onların tərkibini, zodluğunu, bulanıqlıq dərəcəsini ölçməklə iddianın doğru olub-olmadığını müəyyənləşdirməkdən ibarətdir. Bunun üçün datalar toplamalısınız, cədvəl şəklində təqdim etməlisiniz, bir də problemin həlli üçün müzakirələr təşkil etməlisiniz. Və burada fənlər arası inteqrasiyadır məmlər. Çünki burada suyun tərkibindən söhbət gedir, onun bulanıqlıq dərəcəsini ölçməkdən söhbət gedir. Ən azından suyun yerindən də, mənbəsindən də söhbət gedəcək deyə, ona görə fənlər arası da bir neçə fənnə toxunulub. Amma fənüstü inteqrasiya götürmürük, çünki fənüstü inteqrasiya burada artıq verilməyib və fənüstü inteqrasiya əslində biz bu tip suallarda bəzən fənüstü götürmüşük, amma yəni artinin götürdüyü cavaba əsasən fənlər arası çıxır cavab. 55-ci sual baxırıq. Məktəbinizin kimya laboratoriyasında yerə az miqdarda turşu dağılıb. Tökülən turşunun miqdarı təxminən bu qədərdir. İndi orasına keçmirik, kimya müəllimləri həvəslə oxuyarlar. Sən şagird laborant kimi bu tökülməni təhlükəsiz şəkildə neytrallaşdırmaq və təmizləmək üçün plan hazırla. Bloom taksonomiyasının hansı mərhələsidir? Müəllimlər, plan hazırlamaq sözü normalda 2 mərhələdə bizim qarşımıza çıxır. Bir yaratmaqda, bir də tətbiq etməkdə. Cavabda ümumiyyətlə yaratmaq yoxdur. İndi mən plan hazırlayıramsa, bu tətbiq eləmək olar da, düz deyilmi? Çünki yaratmaqda mən ümumiyyətlə olmayan bir tədbirlər planı hazırlayıram. Yoxdur da, sıfırdan mən hazırlayıram. Amma burada bir maddənin oradan təmizlənməsi üçün mən xüsusi bir dənə özümdən yeni üsul tapmıram ki, hazır olan üsullardan bir dənə plan quracam da. Ona görə tətbiq etməkdir və yaxşı ki, yaratmaq da yoxdur ki, heç kim səhv salmasın. Ona görə bu sualı kim səhv yazıbsa tamamilə diqqətsizlikdən irəli gəlir. Növbəti sualımız. Sənin laboratoriyada yoldaşın X ilə işarələnmiş naməlum bir metalla təcrübə aparıb. Bu metal hidroxlor turşusu ilə reaksiyaya girmiş və nəticədə hidrogen qazı ayrılmışdır. Standart temperatur və təzyiq şəraitində toplanan hidrogen qazının həcmi bu qədərdir və bu qədərdə X metalı istifadə olunub. Təcrübə zamanı istifadə olunmuş metalı müəyyənləşdirin. Biz indi bunu hesablamırıq deyə, oradakı rəqəmlərin, ədədlərin bizə önəmi yoxdur. Məsələ nədən gedir? Biz çox güman ki, bir tənlik hesablayacağıq da burada, düzdür? Bir X metalı var. Onu tapıb buradan ortaya çıxarmalıyam. Onun üçün də prosedural bilgim olmalıdır. Yəni, mən tətbiq eləməliyəm. Bildiklərimi, anladıqlarımı tətbiq eləməliyəm ki, gəlim o X cavabını oradan əldə edeyim. Ona görə bu metalı müəyyənləşdirmək üçün mən tətbiq eləməliyəm. Düzgün cavab B variantında olacaq. 57-ci sual baxırıq. Müəllim şagirddən soruşur ki, layihənin təhvil verilməsinə az qalıb. Müşahidə edirsən ki, qrup üzvlərindən biri öhdəsinə düşən məsələni tamamlamaqda çətinlik çəkir. Lakin kömək də istəmir. Belə olan halda nə edərdin? Hansı cavab şagirdin əməkdaşlıq və problem həll etmə bacarığının yüksək olduğunu göstərir? Müəllimlər, əslində bu tipli suallar digər ixtisas müəllimlərinə də düşmüşdü. Sadəcə sual biraz dəyişilib. Və bu məntiqlə baxsaq, əgər qrup içərisində, sinif içərisində bir nəfərdə problem varsa, çox vaxt mənim yürütdüyüm strategiya bu olur ki, mən ona təkcə yaxınlaşım və öz aramızda bunu həll edək. Ona görə də belə tipli bir cavab axtarırıq. Məsələn, A bəndinə baxsaq, deyir ki, ona köməyə ehtiyacı olduğunu hiss etdirmədən dəstək göstərməyə çalışardım. Bax, elə bu. Yəni, onun əslində dəstəyə ehtiyacı var, sadəcə istəmir də, yəni köməyə ehtiyacı olduğunu hiss elətdirmək istəmir. Bu da bir fərdi yanaşmadır əslində. Ona görə A bəndi doğru çıxır. Amma B bəndi səhvdir. Gözləyərdim özü kömək istəsin, axı istəmir. Nə qədər gözləyəcəm? C bəndi də müəllimə xəbər vermək lazımdır ki, yəni özü tədbir göstərsin. Mənim əlimdən gəlir də, mən bunu əməkdaşlıqla eləyə bilərəm. Hər şeyi də müəllimə çatdırmaq lazım deyil axı. Mən onun yerinə işi tamamlamağa çalışardım, qrup işi yubanmasın. Nə şagirdlərin gözündən, nə də müəllimlərin gözündən.
bir işi başqasının yerinə etmək ona kömək hesab olunmur müəllimlər. Bu düzgün əməkdaşlıq deyil. Və Y bəndi öz işimi vaxtında bitirib digərlərinə qarışmazdım. Hər kəs öz məsuliyyətini daşımalıdır. Səhv fikirdir müəllimlər. Coğrafiyada da buna oxşar, buna bənzər sual var idi. A bəndi baxın ən uyğunudur bəli. Çünki şagirdin əməkdaşlıq bacarığı varsa, ona köməyə ehtiyacı olmadan bəzən istiqamət verə bilərəm də. Şagird bununla vəziyyətdən çıxar. Mənim verdiyim ən böyük dəstək bəli, A bəndində qeyd olunub. 58-ci sual baxırıq. Sinifdə plastiklər gündəlik rahatlıq yoxsa ekoloji təhlükə? Bu mövzuda dərs keçirsiniz. Şagirdlər qruplarla işləyərək təqdimat hazırlayırlar. Bir qrupa yaxınlaşdıqda görürsünüz ki, bir şagird bütün işləri tək yerinə yetirir. Digərləri isə diqqətsiz və passivdir. Müəllim bu vəziyyətdə qrup daxili əməkdaşlığı artırmaq və bütün şagirdlərin iştirakını təmin etmək üçün hansı addımı atsa daha effektiv olar. Bax, burada da həmin söhbətdir müəllimlər. Yəni, bir şagirddə qrup içərisində sadəcə bunda problem varsa, çox güman ki, mən onunla fərdi məşğul olacağam. Yəni, ona ayrıca yanaşacağam. Görək hansı cavabdadır. Qrupa xəbərdarlıq edirsiniz ki, qeyri-bərabər iştirak etmək qiymətə təsir edəcək. Yox, bütün qrupa niyə belə bir xəbərdarlıq göstərim? Qrupun yanına gedərək vəzifələri bölüşdürürsünüz. Yox, bəli, bax, bizə lazım olan cavab C bəndindədir. Sakitcə yaxınlaşırsınız, suallarla onu düşündürürsünüz, iştirak etməyə sövq edirsiniz, təşviq edirsiniz. Yəni, bir növ məcbur edirsiniz, amma bunu sualla, yəni həqiqi bir məcburiyyətlə deyil. C bəndi ən doğru cavabdır. D bəndi çalışqan şagirdi ayıraraq işi tək başına tamamlamasını tapşırırsınız. Xeyr, qrupla işi pozmuş olacağım belə olanda. Və Y bəndi qrupu olduğu kimi buraxırsınız ki, problemi özləri həll eləsinlər. Ona görə müəllimlər. Bəli, problemli də özlərinin öhdəsinə buraxmaq heç vaxt düz fikir olmur. Cavab C bəndidir. 59-a baxırıq. Şagirdlər arasında artıq uzun müddətdir ki, konflikt var. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər sinifin şagirdi sinifdən çıxarılsın. Digər şagird daha doğrusu, üzr istəyirəm, sinifdən çıxarılsın. Bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilə bilər? Eyni ilə belə bir sual dəfələrlə mənim sınavlarımda olub, yəni izahları dinləmişsinizsə, mütləq qarşınıza da çıxıb. Müəllim ümumi valideyn iclası keçirir və bu problemi hamı ilə birlikdə həll edir. 2 nəfər, 2 valideyn arasında olanı ümumi müzakirəyə çıxarmazlar. B bəndi, özü problemin əlinə çalışmadan şagirdləri direktorun və bir də valideynləri direktorun yanına aparır. Bəs mənim işim nədir? Yəni, mən onda heç nə bacarmıram deməkdir də. Hər belə problemdə direktora müraciət edəcəm. C bəndi, şagirdlərin problemini bütün sinifin şagirdləri ilə müzakirə edirəm. Yenə deyirəm, 2 nəfər arasında olanı bütün sinifdən müzakirə eləməzlər. Amma D bəndinə baxın necə dolğun variantdır. Şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə fərdi şəkildə danışaram, empati hissi yaradaram ki, sənin də övladın belə bir hal eləsə, sənin də başına filan şey gələ bilər. Yəni, sən sırf o şagird sinifdən qovulsun, çıxarılsın, tələb eləməyin o qədər də doğru deyil. Və D bəndi doğru cavabımız çıxmış olar. Y bəndi isə müəllim bu məsələni həmin dəqiqə pedaqoji şuraya çıxardır. Onda belə çıxır ki, sinifdə hər bir problemi biz pedaqoji şuraya çıxarmalıyıq, əlbəttə ki, yox. Və sonuncu sualımız. Bu böyük sualdır, cədvəl tiplidir deyə bəzi müəllimlər bundan çəkinirdilər. Amma qətiyyən belə əziyyət çəkəcəyiniz bir sual deyil, diqqətlə oxuyaq. Qrup işi zamanı qrupun tapşırıq üzərində işləmədiyini, əvəzində ucadan danışdıqlarını və vaxt itirdiklərini görürsünüz. Bu, digər qrupların da diqqətini yayındırır. Siz bu vəziyyəti effektiv şəkildə idarə etməli və pozitiv sinif mühitini qoruyub saxlamalısınız. Bu situasiyada hansı fəaliyyət daha effektiv olacaq? Bəli, problemimiz nədir? Qruplardan biri tapşırıq üzərində işləmir, əvəzində ucadan danışır. Mən bunu digər qruplara mane olmadan da düzəltməliyəm. Və hər cədvəlin hər bir bəndində problemin həlli verib, bir də əldə edəcəyimiz nəticə var. Bu ikisini də əlaqələndirmək lazımdır. A bəndinə baxırıq. Deyir ki, sinifin fəaliyyətini tam dayandırırsınız. Səsinizin tonunu qaldırırsınız və xəbərdarlıq edirsiniz. Heç bunu, yəni,
Arduino oxumağa o qədər də ehtiyac görmürəm mən. Yəni bütün sinifin işini dayandırım buna görə. Səs tonumu qaldırmaq nə vaxt düzgün strateji olub? Ona görə A bəndi ümumiyyətlə doğru çıxmaz məndə. B bəndi qrupa ucadan gözlənilən davranışları xatırladırsınız. Ucadan. Digərləri də işini saxlayır, onların da diqqəti yayınır və nəticədə eyni problemi yaşayırıq biz. Ona görə B də doğru olmaz. C bəndinə baxın, qrupa sakitcə yaxınlaşırsınız və bu hərəkətinizlə onlara qeyri-verbal xəbərdarlıq edirsiniz. Yəni sözlə deyil, jestlərlə, mimikalarla, eyni zamanda sinfin digər hissəsi ilə məşğul olmağa davam edirsiniz. Gördünüz, sakitcə bir müdaxilə. Nəticə nədir? Bu, şagirdlərə sinif qaydalarını xatırladır və yenidən tapşırığa cəlb olunmalarını təmin edir. Gördünüzmü müəllimlər? Az öncəki suallarda necə ki, şagirdlərin birində problem olanda fərdi yanaşmırdım, burada da qruplardan birində problem olub deyə sakitcə yaxınlaşmışam. Bəli, effektiv olan cavab C bəndidir. D bəndi isə qrupun davranışını bir müddət görməzliyə vurursunuz. Görməzliyə də vursam yenə şikayət çoxalar və onları danlamaq və s. Baxın, bu doğru addım deyil də. Yəni, ümumiyyətlə, qrupun belə davranışını çox göz ardı eləmək olmaz. Dərhal tənqid etmək şagirdləri utandıra bilər. Əgər bu vəziyyət davam edərsə danlayırsınız. Yox müəllimlər, danlamaq heç vaxt bizim düzgün strategiyamız olmuyor və Y bəndi bütün sinifə prosesi dayandırmağı tapşırırsınız. Yenə də səhv başladı, gördünüzmü? Yəni siz artıq bu izahı dinləyəndən sonra bu tipli suallarda əziyyət çəkməyəcəksiniz. Məhz o dediyim məqama fikir versəniz. Bu qədər. Əgər yenə bir sualınız olsa, hər hansısa bir sualla bağlı çətinlik olsa, videonun rəy bölməsinə qeyd edin. Əgər hər hansısa bir sualda ola bilər də, amma bilin ki, fən üzrə dəyişsə də sualların məntiqi eynidir. Coğrafiyada da belə suallar var idi, sizdə də var kimya müəllimləri üçün və kanalıma mütləq abunə olun, videonu bəyənin, paylaşın ki, yenə belə bir izah paylaşılarsa, siz mütləq xəbərdar olasınız və günün digər hissəsində də birazdan mən biologiya müəllimlərinə və digər fən müəllimlərinə düşmüş metodika suallarının da izahını verəcəm. Sağ olun, növbəti video izahlarda görüşmək üzere.